Xəbər verildiyi kimi ötən gün Bakıda BYD markalı avtomobil Ələsgər Qayıbov küçəsində sürətlə hərəkət edərək Heydər Əliyev prospektinin kənar yolunu kəsdiyi beton maneəni dağıdaraq prospektin əsas hissəsinə düşüb. Doğru Xəbər Azərbaycan bildirir ki, gündəmi zəbt edən hadisədə xoşbəxtlikdən insan tələfatı olmasa da baş verən olay bir sıra müzakirələrə yol açıb. Embavut şirkəti isə belə bədbəxt hadisədən özünə reklam qazanmağa çalışıb. Belə ki, mebel satışı ilə məşğul olan şirkət qəzadan görüntüləri montaj edərək belə sürətlə, həm də təhlükəsiz, sifarişiniz ən qısa zamanda qapınızda başlığı ilə paylaşıb. Embavutun bu paylaşımı sosial şəbəkələrdə ciddi etirazla qarşılanıb və ciddi şəkildə tənqid olunub.